Hər vaxtınız xeyir, xoş gördük sizi. Bugün biz plov hazırlayırıq. Adi plov yox ha, şah plov. Bəli, süfrələrin bəzəyi plov. Fərqi yoxdur. Şah plov şəklində gəlsin, səbzi plov gəlsin, turşu plov gəlsin. Heç fərqi yoxdur. Tək ki plov gəlsin. Neysə, çox danışmayaq. Görək bu şah plovun başqa plovlardan fərqi nədir? Məncə heç bir fərqi yoxdur. Plov plovdur. Tək ki əlinizin duzu olsun, xörəyiniz yaxşı alınacaq və səbriniz olsun. Birinci başlayırıq düyünü yumaqdan. Düyünü yuyuruq o qədər ki, onun suyu şəffaflaşsın. Daha sonra götürürük, bir qaba qoyuruq. Üstünə bir barmaq, 2 barmaq su çıxana qədər su əlavə edirik. Sadə krandan tökdüyümüz su. Qoyuruq 2 saat qalsın. Vaxtınız yoxdursa 1 saat da ola bilər. O orada özü üçün qalsın, istirahət eləsin. Biz qoğurmamızı hazırlayaq. Qoğurma üçün birinci dərəcədə bizə nə lazımdır? Əlbəttə ki, ət, soğan, turşu, qalanını deyəcəyim. Soğanımızı qəşəngcə xına rəngi qovururuq. Xırda eləmirik ya, uzun-uzun. Ya aypara şəklində kəsin, ya belə yarım dairə şəklində kəsin və onu qəşəngcə qovurun. Daha sonra ora pişmiş ətinizi əlavə eləyin. Gördüyünüz kimi mən qabaqcadan pişirmişəm, bax yağları da görünür və axşamdan soyuducuya qoymuşdum. İndi isə soğanın üstünə əlavə eləyirəm və bir balaca bunu qarışdırıram. Ətin içində 3-4 qaşıq öz suyundan var idi. Bu suyuyla bir yerdə həm soğanın tamı ətə keçəcək, həm də ətin tamı soğana keçəcək. Daha sonra bura bir azacıq sarı kök əlavə eləyirəm və ya varınızdırsa, zəfəran istatmışsınızsa, zəfəranın suyundan əlavə eləyə bilərsiniz. Duz. Deməli, soğanı qovuranda duz tökmüşdüm və əti bişirəndə də duz tökmüşdüm. Ona görə mən bura duz əlavə etmirəm. Siz əgər duza qoymamışsınızsa soğana, ətə, hardasa bir yarım çay qaşığı bura duz əlavə edirsiniz və qəşəngcə qarışdırırıq. Bəziləri elə fikirləşir ki, biri bişirdi bu plovu, dedi ki, bunun içində kişmiş, nə bilim, ərik, turşu, soğanlar, nə bilim, bu olmalıdır. Bu mütləq deyil. Sizin ailənizdə hansı qovurma ilə xoşlayırsınız? Bəlkə siz toyuqla xoşlayırsınız, bəlkə siz kişmiş xoşlanmırsınız və ya şabalıdla heç aranız yoxdur. Bunları nəzərə alaraq qovurmanıza ətlə, soğanla başqa turşu, şabalıq, ərik, turşu deyəndə al-buxara qoyuruq da, bilirsiniz, qara turşu olmamalıdır. Ərikləri mən yarı-yarı bölürəm. İstəyən bəzən 4 yerə də bölürlər, bəzən isə elə bütöv-bütöv də qoyurlar. Mən xoşlayıram ki, bunlar belə özü qabaqcadan islanmış olmasın. Siz onu qəşəngcə yuyursunuz və qoyursunuz. İstatsaz, bunlar belə fırç olar da yaxşı olmaz. Yuyub qırağa qoyduğunuz ərikləri doğrayın deyəndə yarı bölün, atın həmin o qovurmamızın içinə. Vəssalam. Ailənizdə kişmiş xoşlayan varsa, ora bir ovuc kişmiş də ata bilərsiniz. Kişmişlər də cürəbəcür olur, şirin olur və turşu olur. Baxın, turş varsa çox gözəl. İndi isə suyu hazırlayırıq, yəni qovurmanın ağzını örtdük, altını söndürdük, qoyduq ora. Suyun içinə gördünüz, mən bir xörək qaşığı yarım duz tökdüm və qoydum qaynamağa. Deyirsiniz ki, bəs nə qədər düyü var idi burada? Düyü hardasa 1 kilodur, su isə 5 litrdir.
3 litrdən aşağı olmamalıdır. Əgər istəyirsiniz sizin plovunuz dən-dənə alınsın. Yox, əgər istəyirsiniz lapa-lapa olsun, onda başqa söhbət. Yəni 3 litrlik qazandan az da götürə bilərsiniz. Onda xəşil bişirərsiniz. Deməli, 5 litrlik qazana su doldurmuşdum. Deməli, haradasa orada 4 litr su var və bura düyünü əlavə eləyirəm. Düyünün suyunu süzmüşdüsə, burada soyuq su olmamalıdır. Ancaq isti su. Və gözləyirik, indi bu qaynasın. Elə ki qaynadı, bunun üzünə görürsünüz belə köpük başlayır qaynamaqda, köpük yığılır. Qəşəcə qarışdırın və köpükləri buradan yığışdırmaq lazımdır. Deyirsiniz, bəs niyə qarışdırırıq? Ola bilər ki, aşağı hissədə də köpük olsun, o da qalxacaq yuxarı. Yəni hamısını birdən yığasınız da. Bu köpüyü yığandan sonra qoyuruq düyümüz qalsın, qaynasın. Nə qədər? Neçə dəqiqə? 5 dəqiqədən 10 dəqiqəyə qədər də ola bilər, 15 dəqiqə də ola bilər. Düyülər indi fərqlidir. Bəzisi çox tez pişir. Düyülərin adlarını çəkməyəcəyəm, amma günü-gündən bu düyülər belə arsızlaşır ki, lap yarım saatda görürsən, qaynadırsan, pişmir. Deyəcəksiniz ki, bəziləri eşidirəm oradan deyir. Hə, plastik düyülər çıxıb. Yox, söhbət plastiklikdən deyil. Bunları o qədər calayırlar bir-birinə ki, düyü-düyülüyündən çıxır. Ən yaxşısı elə doğrudan da girdə düyüdür, amma girdə düyünü pişirmək biraz çətindir. Bu bir. İkincisi, girdə düyünün də cürəbəcür növləri var. Eləsi var ancaq süllü sıyıq üçündür. Eləsi var şorba üçündür. Eləsi var plov üçündür. Əvvəl var idi Lənkəran düyüsü idi. Adını, onun içində belə sədri düyüsü deyərdilər ona. Düyüləri olurdu. Elə bir qırmızı cızıqları olurdu. Çox ləzzətli olurdu. Heç o vaxtda uzun düyü mən tanımırdım. İndi uşaq idim deyim sizə. Yayla şeylərə bəlkə fikir vermirdim. Amma bilirdim ki, anam gedirdi pasaj bazarına. Oradan kilola alırdılar. Və həlimini də tullamırdı. O həlimi tökürdü kasıya. Görürsən, daim rəhmətli. O xoşlayardı. İçinə də biraz hələ tamam hazır olmamış düyüdən qoyardı və yerdilər o həlimi düyü ilə. Düyümüz artıq yavaş-yavaş pişir. Görürsünüz, artıq o uzanıb, elə bil ki, 2 dəfə özündən böyük olub və bunu yoxlayırıq. Necə? Basırıq. O elə bil ki, içində bir neçə dənə ağ dənə var. Elə bil o dənələr də ayrılırlar. Yəni 3-4 nöqtə görəcəksiniz onun içində. O vaxtı artıq düyünüz hazırdır. Qazanınızı, deməli, düyünü süzürsünüz. Başqa qabda yağlayırsınız. Sarı köy, zayfəran, ürəyiniz nə istəyir onu qoyursunuz. Bu qazanı isə hər tərəfdən həm divarını, həm dibini başqa yağla yağlayırsınız. Həm də isti olmalıdır. İndi biz bura şah plovumuzu yığacağıq. Yəni, təkrar edeyim, qovurmamızı bişirdik. Tam belə özündən gedib tamam hazır olmalı deyil ha. Hələ bir onun pişməyinə bir 10-15 dəqiqə qalmalıdır. Ona görə ki, əgər tam pişmiş qovurmanı bunun düyünün arasına qoysanız, o xəşli olur sonra. Yağımız da bu qazanın içində əridi. Qabaqcadan qazmaq hazırlayırsınız. Mən lavaşla hazırlanan şahplova, şahplov demirəm. O bilmirəm nədir, çörəyə bükülmüş plov. Amma ki, özünüz qazmaq hazırlamaq üçün sizə 2 xörək qaşığı ərilmiş yağ, yarım stəkan su, duz, 1 çay qaşığı. Nə qədər un apararsa aparar. Qəşəcə lavaş kimi yayırsınız. İstəyirsiniz böyük yayın, istəyirsiniz kiçik yayın, fərqi yoxdur. Onu onsuz da qazanın dibinə, divarlarına deməli qoyacaqsınız. Lavaşlarımız da hazırdır. Amma ki, lavaş dedim ha,
Bu o lavaşdan deyil. Qazmaqlarımız. Ləzzətli olması üçün bu qazmaq xəmiri olmalıdır. Lavaş olmalı deyil. Bir də nəzərinizə çatdırmaq istəyirəm. Gördüyünüz kimi düyünü də qəşəngcə süzdük, yağladıq, zəfəranladıq, sarı köklədik. Düyümüz də hazırdır. Lavaşlarımızı, qazmaqlarımızı yığdıq qazanın dibinə. Gördüyünüz birini dibinə saldım. Qalanların isə böyürlərinə elə bil ki, kəsdim, saldım. Böyük eləmək olardı. Sonra 3 gün kəsmək. Amma mənim qazanım çox dərindir. Bura istəyirsiniz 3 güncə olsun, istəyirsiniz 4 gün və xeyir eləməyəcək də. Yəni ki, çox hündürdür. 1 kiloluq 1 kilo düyü üçün böyük qazan lazımdır. Və bunu belə səliqə ilə yığıram siftə divarlarına. Sonra bir damcı dibinə sərpişdirirəm düyüdən və elə bil ki, kasa kimi dibini belə açıram. İstəyirəm ki, qovurmam tam ortalıqda olsun, qıraqlarda olmasın. İndi bunu boşaldacağım bura. Tən ortalığa. Mən sizə bunu deyirdim. Yəni, bu hələ qalacaq dəmdə. Dəmdə də qalacaq ölüsü haradasa bir 40 dəqiqə, 1 saat. Yəni, o qazmaq qəşəngcə qızarmalıdır. Bilirsiniz də, aşı dəmə qoymaq heç olmasa 1 saat qalmalıdır. Həm qovurmanız tam hazır olmalı deyil, həm düyünüz. Düyü də tamam pişsəydi, dəmdə qalıb əzilərdi. Yəni, aşı bişirməyin əsas qaydalarından biri də elə budur. Başqa nə var ki, aş bişirməyə? Düyünü atdın, qaynatdın, qovurmanı da elədin, hazırdır. İndi burada da qarışdırırıq hamısını. Çünki düyü qalmışdı, ola bilər yağ dibinə getsin. Hərçəndir ki, burada elə də çox yağ yoxdur. İndi qəşəng bunu yayırıq qovurmamızın da üstünə. İstəyirsiniz, yenə də deyirəm, bura bir dənə toyuq da bişirib, qarnını doldurub qoya bilərdiniz tən ortalığına. Və ya parça-parça qoya bilərdiniz onu yanına, kişmiş, ərik yığıb, o cürə də qoya bilərdiniz. Yəni, ürəyiniz necə istəyirsə, baxmayın ki, biri deyir, yox ha, nə danışırsan ha, kişmişsiz şey olar. Ay yox turşusuz şey olar. Ay yox, o olmaz, elə olmaz. Kim deyib olmaz? Ailənin necə xoşu gəlirsə, siz xörək elə pişirməlisiniz. Bu restoran deyil. Bu sizin üçün, nə bilim, elə bir şey deyir ki, siz nəyisə özünüzə qadağan eləyəsiniz. Evinizin xanımı, ağası sizsiz. Mətbəxin, necə deyirlər, direktoru sizsiz. Nə istəsəz, o cürə də eləyəcəksiniz. Təki tamı yaxşı olsun, təki sizin ailənizin xoşuna gəlsin və yeyilsin, tullanmasın. Tullanmaması üçün isə siz bunun içinə sevginizi qatmalısınız. Əməkdən başqa sevgi də lazımdır. Gördünüz, üstdən də qoydum bir dənəsini. Qapağını da qapatdım. İndi aparıb qoyacağım sobaya. İşimiz bitdi. İndi gözləyəcək, haçan pişəcək. Pişəcək 1 saatdan sonra. Gördüyünüz kimi, xına kimi qızardı bizim qazmağımız. Mənim ailə üzvlərim artıq masa başındadır və mən doğrayıram mənim şahbulovumu. Necə kəsim ki, həm videoda qəşəng görürsün, həm dağılmasın, həm də baxın, indi açacağım bunu. Bu tərəfdən də kəsim. Bəh, dən-dən dedilər.
Mən bunu əlbəttə hamısını belə gül kimi kəsib açmayacağam. Gedib podnos almışdım ki, bu şaplovu qoymağa mənim elə buludum yoxdur da, bu dərəcədə böyük buludum ki, o qıraqlara tökülməsin. Və ona görə də ancaq bir hissəsini kəsə bilirəm. İndi götürüb boşqablara qoyandan sonra qalan hissəsini də kəsəcəyəm. Baxın, belə. Bu da bizim şah plovumuz. Hazırlayın. Qonaq gözləyəndə, ad günlərinizdə, bayramlarda, Novruz bayramı gələcək. İndidən reseptinizi qoyarsınız qırağa və Novruz bayramında hazırlayarsınız. Əlbəttə bunun yanına mütləq göy-göyərti, duzlu bir şey, nə bilim, xiyarmı, kələmmi çox yaxşı yaraşır və mütləq süfrənizdə pendir olsun. Əgər yağlı və düyülü, qoyun ətli xörək yeyirsinizsə, üstündən bir dilim pendir yemək sizə çox yaxşı həzm etmə qabiliyyəti verəcək və mədənizdə ağırlıq olmayacaq, bağırsaqlarınızda da pozğunluq olmayacaq. Baxın, bu da bizim şah plovumuz. Bizə nuşucan, mənim nəvələrimə, balalarıma, sizə isə cibiniz dolu olsun, bişirə biləsiniz. Məncə, baxdınız və öyrəndiniz. Burada nə var idi ki? Heç bir şey. Hələlik sizdən ayrılıram, sizi öpürəm, bağrıma basıram. Siz də mənim balalarımsınız. Hazırlayın. Nəyə başa düşmədiniz? Yazın. Mütləq cavab verərəm. Sağ olun, sağlıqla qalın, videonu paylaşın və yenə də mənə qonaq gəlin. Sizi gözləyəcəyəm ha. Ananız, nənəniz, xalanız, bacınız, Şərqiyə xanım. Xudahafiz.